Ona göre biz xoşbəxtik ki, Borçalı mahalı, ümumiyyətlə Gürcüstan torpağı neçə dahilər dualar yetirib və o dahilərin duaların içində bugünkü gündə gördüyümüz canlı dahi dua sizsiniz. Yəni sizi bir ürəkdən almışlayaq, belə ürəkdən. Siz Azərbaycanlıların harda olmağından asılı olmayaraq, onları dəyərləndirib, onlara qiymət verib, onları hər zaman irəli çəkmək, bu ulu öndərdən yəqin ki, sizə keçən bir əmanətdir. Çünki ulu öndər də bir zamanlar Bəxtiyar Vahabzadələri, neçə böyük şəxsiyyətləri güllə qabağından qurtardı. Və siz də axtarıb, arayıb, bütün xalqımızın belə Yadigarovlar kimi, Vəli bəy Yadigorov kimi qeyrətli oğullarını bax bu günləri yaşadırsınız, canlandırırsınız. Bu sizin bir sənət əsərinizdir. Ona görə də elə sizin özünüzü də fürsətdən istifadə edib, bugün Borçalı Cəmiyyəti adından, Ramiz müəllimin adından və bütün cəmiyyət adından, idarə heyətinin adından sizi təbrik edirik. Siz böyük bir şəxsiyyət, ictimai siyasi xadim, alim və xalqımızın sadə bir oğlu kimi, ağsaqqalı kimi, həm də sizin möhtərəm prezidentimiz Türk dilli dövlətlərinə bir nümayəndə təyin eləmişdi. Elə bunun özü ağsaqqallıq mücəssəməsidir, bunun özü böyüklükdür. Ona görə də mən də fürsətdən istifadə edib, sizin 85 illiyinizə yazdığım bir şeiri burada səsləndirmək istəyirəm və istəyirəm ki, yox Həsən müəllim, o deyilməlidir, çünki siz ona layiqsiniz. Taleyinin şəfəqləri sökülüb, Nərimanın dil açdığı Tiflisdə, İstiqlalın aləmə car çəkilib, arzumuzun gül açdığı Tiflisdə, uşaqlıqdan Axundovun keçdiyi, küçələrdən, meydanlardan keçmişsən, bir zamanlar Topçubaşov içdiyi, ağıl, idrak bulağından içmişsən, xalqın üçün çox çəkmişsən zəhməti, tale səni hər bir zaman yetirməz, ulu öndər sizə verən qiyməti, sizin kimi ər kişilər itirməz. Çox genişdi siyasətin meydanı, bu meydanda bac vermədin, bac aldın, gəncliyindən qabaqlayıb zamanı, zirvələrdən zirvələrə ucaldın. Zəngəzuru, Borçalını, Göyçəni, Dəmir qapı, Dərbəndi yad eylədin. Nazir kimi tanıyırdıq biz səni, alim kimi həm də bir ad eylədin. Dünənimiz sənin kimi görməsək, sabahımız zülmətləri boğmazdı. Qız qalamız 8 qatlı hörməsək, 8 güşə ulduzumuz doğmazdı. Dədə Həsən, 85'e çatıbsan, Vəli deyir 90'da da belə dur. Arzuların yalmanına yatıbsan, 100 yaşında yenə yarat, yenə kur. Çok sağ olun. Dünya Türkleri Asambleyasının Merkezi Asya ve Kafkas üzere koordinatörü Sultan Murat'ı. Şairden de xahiş edir ki, növbəti şeirini Vəli bəy haqqında yazsın. İnşallah. Elə bir təşəkkürə. İnşallah. Orada olan evlər üçün məktəbdir. Orada olub yazsın. İnşallah. Həsən müəllim.